Xəbər verdiyimiz kimi, ötən gün 57 yaşlı 1-ci Qarabağ müharibəsi qaysisi Telman Amarov Ağstafa rayon Aşağı Göycəli kəndi ərazisində keçirilən toy mərasimindən 2 yaşlı qız uşağını qaçırıb. Telman Amarov uşağı günorta saatlarından izləyirmiş. Azyaşlının nənəsi bildirib ki, uşağın etdiyini görəndə düşünüblər ki, yaxınlıqdakı arxa düşüb, maşının yanında durub gözləyirmiş. Uşaq həyətə çıxanda ona 1 manat uzadıb. Uşaq əlini pula uzadanda götürüb maşına qoyub. Evin hər iki tərəfində arx var. Əvvəl elə bildiyi arxa düşüb, sonra öyrəndi ki, Telman uşağı qaçırıb. Qeyd eləyək ki, Telman Amarov uşağı almaq üçün gələn valideynlərinin üzərinə həyətdə saxladığı iti buraxıb. Sərxoş vəziyyətdə olan kişi polis əməkdaşları tərəfindən saxlanılıb. Uşaq valideynlərinə təhvil verilib.